Əziz şagirdlər, testin adına baxaq, dövlət dili, Azərbaycan dili, dövlət dili, yəni rus bölməsi üçün olan buraxılış test nümunələridir. 13-cü sualımıza baxaq. Verilmiş cümlədə hansı sözlər isimli? Bu əvəzlikdir, çıxırıq. Armudu, burada 2 olmalıydı. Armudu bilirik ki, sifətdir və əşyanın formasını bildirir. Ona görə 2-ni də çıxırıq. Stəkan isimdir. 3 götürürəm. Gümüş qaşıq. Dedik ki, əşyanın materialını bildirən isimlər, yəni sözlər adətən isim sayılır. Gümüşdür, taxtadır, dəmirdir, qızıldır və s. Bunlar isimdir. Qaşıq da isimdir. Mən əvəzlikdir. Deməli, cavabımız 3, 4, 5. Fe'li birləşmələr. Fe'li birləşmələr nədir? Söz birləşməsinin əsas tərəfi. Yəni, ikinci tərəflərinə fikir verəcəyik. Əgər ikinci tərəf məstər, fe'li sifət və fe'li bağlama ilə ifadə olunarsa, deməli, fe'li birləşmədir. Baxırıq ki, ikinci tərəf yaralanmış quş. Quş isim olduğu üçün bu sözlərin heç birisinə uyğun gəlmədiyi üçün biri çıxıram. Çiçək açılanda, baxıram ki, açılanda, andan da fe'li bağlama şəkilçisidir. Deməli, 2-ni götürürəm. Təzə geyim, geyim isimdir. Ona görə biz 3-ü də çıxmağa çalışaq. Cavabımız A variantı çıxacaq. Yenə də yoxlayaq. Uzun dəhliz, dəhliz də isimli çıxdı. Kitab oxumaq məstərdir, maqmək. Deməli, götürürük. Yarpaqlar töküldükcə, dükcə şəkilçisi fe'li bağlama şəkilçisi olduğu üçün götürürük. Deməli, cavabımız bir daha aydın formada yazaq. 2, 5, 6 olacaq.